Millət salam, növbəti videoda sizi xoş gördük. Bu videonun əvvəlində də əvvəl kadrları göstərəcəm, sonra maşının yekun vəziyyətini. İlk kadrlarda gördüyünüz kimi maşın qumlamadan gələndən sonra əvvəl maşının döşəməsinə baxdıq. Döşəmədə maşallah dəlmə deşik, elə bir maşının üçün raket atıblar. Gördüyünüz kadrlarda döşəmə yoxdur, konkret olaraq döşəmə yoxdur. Əvvəl döşəməni kəsdik, belə hissələrlə, sonra kəsik hissələri çıxartmağa başladıq. Bu bizə bir xeyli zülm verdi. Kadrlardan da görürsünüz də döşəmə nə gündədir. Altdan bir qoruyucu hissə getdiyinə görə, daha doğrusu gücü saxlayan hissə getdiyinə görə çətin çıxır. Döşəmədə maraqlı izlər var idi zavoddan. Bu izləri yenidən əllə işləməyə başladı bizim komandamız sağ olsunlar və burada ilk kadrda gördüyünüz kimi sürücü tərəfdə X formalı bir dənə işarə var idi. Sağ tərəfdə də bu gördüyünüz qəribə bir nə bilim adamdır, oturub neyiniyib, -4 dərəcədir, nədir ondandır. Döşəmənin arxa hissəsidir bu. Ön hissə düzəlmişdir. Başqa böyük bir çürük yanacaq çəninin giriş qapağının yanı idi. Buraydı. Bir də bundan sonra arxa şüşənin alt hissəsi. Çürüyün görürsünüz, deşik. Xırda kimi görünür, amma biz onların heç birisini saxlamadıq. Gördüyünüz kimi o hissə kəsildi, götürüldü, o çürük hissə. Çənin aşağısında, giriş hissəsinin aşağısında və Uniskill sağ olsunlar burada elə bir formada o işarəni düzəltdilər ki, o əyriliyi. Baxın, tam ideal olaraq yerinə oturmuş bir formada düzəltdilər. Ondan sonra baxın, salondan mühərrikxanaya gedən hissədə dadanq düşdü yerə. Bir çürük tapılmışdı. Elə orijinal səsdə də Uniskill ki, gör çürüyü harda tapmışıq. Bu sizə səhv eləmirəmsə əvvəlki videoda demişdim. Su axan, damcılayan yer görmüşdük. Arxa şüşənin üst hissəsindən. Ora çıxdı. Burada görürsünüz necə o çürüklər çıxandan sonra təmir olundu. Yeni metal hissə artırılır. Ora və sonra yavaş-yavaş işlənir. Ümumi gövdə ilə eyni səviyyəyə gətirilmə prosesi getmişdi. O belə xırda çəkişlə işləyə-işləyə. Bunların hamısını günlərlə vaxt gedib. Videoda qısa görünür. Amma inanılmaz dərəcədə çox vaxt gedib bunların düzəldilməsinə. Bu arxa işıq tərəfdə, stop tərəfdə xırda bir çürük tapmışdıq. Və böyük çürüklərdən biri də bagaj hissədə idi. Bagaj hissədəki çürüklər də kəsildi, hamısı götürüldü və o çürüklər götürüləndən sonra bir də yerləri işlənməyə başladı. Mən bundan sonra Unisin öz orijinal səsi ilə bir hissə qoyacağım bura. Ona da bir qulaq asarsınız. Qardaş, sənə belə göstərdim. Bax, bu lonjerondur. Sütun hissəsi də belə deyək, alt hissənin sütun hissəsidir. Bunu buradan ayırmışıq təmiz. Polu elə qoymuşuq. Sonra indi təzədən bunu tikəcəyik yerinə. Bu tərəfə bax, görürsən, tikmişik. Özdə elə tikilib ki, verirsən. Kateqoriyası bilinmir. Bura təzəyin də olunub, ağardılacaq. Orada təzə olubdur. Bir də bax o altısı. Altdan da elə bir vurduq. Daha stıka bax. İndi bu çornu işdir də. Bunun bir də şeyi var. Yəni bu abrabotka olunacaq da bura. Yəni orada heç nə bilinməyəcək. Bax bu stık necədirsə, zavod. Bax bu stık. Bunu biz ayırmışıq hələ ki buradan biraz. Yəni zavodda bunlara germetika vurulmur. Biz vuracağıq. Yəni ki modernizasiya deyirlər də ona. O stık yerlər görünməsin, kateqoriyası bilinməsin. Düzdür. Səravunu bilinmir. Amma indi bax bura boyuna bütün bax belə tikiləcək. Gəl sənə sənət əsəri göstərdim. Bu da sənin o bir tərəfində. Sumkası nətərdir, gör, xoşun gəlir.